Zindandan saraya. ...1487-ci il. Ərdəbildə səssizlik hökm sürürdü. Bu səssizlik yaxınlaşan fırtınanın xəbərçisi idi. Onun gətirdiyi qara buludlar səmanı biraz da qaranlığa qərq etdi. Yatmış yarpaqları oyatdı. Külək evlərin arası ilə sağa-sola burulur, bütün divarlara toxunurdu. O sanki daşlara hopmuş hekayələri qoparıb bir bədənə, bir cana üfürmək istəyirdi. Əslində bu hekayələri hamı bilirdi. Bəs kim idi bu sirlərdən bixəbər olan? Gecə boyunca ibadət edən Şeyx Heydər dünyaya gəlmiş övladına ad fikirləşirdi. Onun qəlbinə qəribə hisslər hakim kəsilmişdi. Ona elə gəlirdi ki, bu əcdadı Səfiyyəddinə yuxuda müjdələnən həmin körpədir. Şeyx Heydər, Bayandur hökmdarı Sultan Həsənin ona hədiyyə etdiyi Qurani Kərimdə bu sualın cavabını axtarırdı ki, nəzəri bu ayədə dayandı. Biz də ona həlim xasiyyətli bir oğlan uşağı İsmail ilə müjdə verdik. Sirlərə toxunmuş yarpaqlar otağa doldu. Şeyx Heydər axtardığı adı tapmışdı. Dünyaya gələn sonuncu qızılbaşın adı İsmail olacaqdı.